bəzi ibadətin bəzi növləri barəsində danışır. Ki və buna Quran və sünnədən dəlillər zikr edir. Bildik ki, biz ibadət nədir? İbadət Allahın sevib və razı qaldığı sözlər və əməllər. Yəni, nə ki söz və əməl var, Allah bunu sevir və razı qalır. Bu nədir? İbadətdir. Deməli, məsəl üçün, biz bu qayda ilə götürə bilərik ki, məsəl üçün, deyək ki, şəriətə müxalif olan bidət, hər hansısa bir bidət, mövlüd keçirmək və yaxud da ki, yas mərasimləri və yaxud da ki, nə bilim, hansı bidət olursa olsun, biz bu sualı onun qarşısına qoyuruq ki, Allah bundan razıdır, Allah bunu sevir, deməli nədir? Avtomatik nədir? Bu ibadət sayılmır. Bu ibadət sayılmırsa, ondan savab da yoxdur. Nədir? Boş-boşuna yorğunçuluqdur. Yəni, 1000 dənə yox, milyon dənə də zikir desən, Allah ondan razı deyilsə, qəbul deyil. Qəbul olan ibadət Allahın sevib və razı qaldığı ibadətdir. Qəbul olan ibadət Allahın sevib və razı qaldığı ibadətdir. Və bu sözdən də ola bilər, əməldən də ola bilər, hətta insanın qəlb əməlləri, əməl dediyimiz zaman qəlb əməlləri də buna daxildir. Yəni sevgi, təvəkkül, ümid, qorxu.